Dövlət hakimiyyəti orqanları, mülkiyyətçilər, işə götürənlər və işçilər tərəfindən əmək mühafizəsinin təmin olunması əsasən aşağıdakı prinsiplərlə həyata keçirilir. Dövlət hakimiyyəti orqanlarının, mülkiyyətçilərin, işə götürənlərin və işçilərin əmək şəraitinin və əmək mühafizəsinin yaxşılaşdırılmasına, istehsal qəzaları, xəsarətləri, zədələri və peşə xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş fəaliyyət birliyi, işçinin həyatının və sağlamlığının müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulması, əmək mühafizəsi sahəsində fəaliyyətin iqtisadi və sosial siyasətin digər istiqamətləri ilə, habelə ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətlə əlaqələndirilməsi, mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq bütün müəssisələr üçün əmək mühafizəsi sahəsində vahid tələbin müəyyən edilməsi, əmək mühafizəsi tələblərinin bütün müəssisələrdə yerinə yetirilməsinə müstəqil və səmərəli nəzarətin həyata keçirilməsi, əmək mühafizəsi sahəsində ümumbəşəri elmi-texniki tərəqqidən, qabaqcıl təcrübədən geniş istifadə edən, habelə təhlükəsiz texnikanın və texnologiyanın səmərəli mühafizə vasitələrini hazırlayan və tətbiq edən işə götürənlərin müvafiq qaydada və vəsaitlərlə həvəsləndirilməsi, müəssisələrdə əməyin yüksək mühafizəsi şəraitinin yaradılmasına yönəldilmiş vergi siyasətinin aparılması, əmək mühafizəsinin maliyyələşdirilməsində dövlətin iştirakı, əmək mühafizəsi normalarının müntəzəm olaraq təkmilləşdirilməsi, işçilərin xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə, müalicə profilaktik yeməklə və digər vasitələrlə pulsuz təmin edilməsi, təhsil və əlavə təhsil müəssisələrində əmək mühafizəsi üzrə mütəxəssislərinin hazırlanması və əlavə təhsili, istehsalatda baş vermiş hər bir bədbəxt hadisənin hökmən araşdırılması, uçota alınması, təhlil edilməsi və bunun əsasında istehsalat xəsarətlərinin, zədələrinin və peşə xəstəliklərinin vəziyyəti barədə işçilərə dürüst məlumatların verilməsi, istehsalatda bədbəxt hadisələrin zərər çəkmiş və ya peşə xəstəliklərinə tutulmuş işçilərin mənafelərinin sosial, maddi və mənəvi müdafiəsi, həmkarlar ittifaqlarının, müəssisələrin və ayrı-ayrı fiziki, hüquqi şəxslərin əmək mühafizəsini təmin etməyə yönəldilmiş fəaliyyətinə hərtərəfli yardım göstərilməsi, əmək mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq münasibətlərinin gücləndirilməsi, əməyin təhlükəsizliyi səmərəli fəaliyyətin əsasıdır.